Final maçı Mübarizlə Ordu arasında baş tutur heyətlərlə sizi tanış eləyəcək. Qatadım ki, Zəfər kubokundayıq. Heyətsə Mübariz komandasında belədir. Əsas heyətdə Ömər Qocayev, 2 Fuad Əlili, 3 Yusuf Əli arasında yenə qapıda Ömər Qocayev, 12 Ayxan Tahirzadə, 10 Əli Əbdülevliyevdir. 7 Məhəmməd Kazım Yusubov, 15 Özcan Cəlizadə, 41 Hüseyin Səmədovdur. 77 Meyrac Ağayev, 99 Şahbaz Babayev. 88 Murat Seyidovdur. 2 Yusuf Əliyev, 4 Abbas Ağa Abbasov, 5 Əl-Əzizli, 8 Ayaz Həbibov, 17 Vəli Nağzadə. Komandan baş məşqçi Cavid Müsalov, yardımcı məşqçi isə Laçın İsmailzadə. Ənəbi Göygümdə çıxış eləyir. Xatırladım ki, Mübariz Futbol Klubu, orada isə Ağgiyimdə. Final mərhələsində maraqlı bir qarşılaşma. Yayınımızla təqdim olunan ardıcıl ikinci turnirin çempionluğunu yaşaya bilər Mübariz. Azərbaycan çempionatı xaricində bildiyiniz kimi öncəliklə Golden Cup turnirində öz yaşıtlarıyla mübarizədə Mübariz klubu çempion olmuşdu. Bu dəfə isə Zəfər kubokunun finalındadır. Əli Əbdülevliyev mərkəzdən birbaşa çərçivəyə yolluyor və qalqı bir yumruqladı. Təhlükəli zərbə idi. Yerdə qalır Ordunun oyuncusu. Sonuyumuzu beğenir və paylaşaq bu möhtəşəm finalı hər kəs izləsin. Nəsil əzimkar mübarizə izləyəcək. Nə də olsa bu finaldır. Final mərhələsində artıq bir səhv belə bağışlamır. Yusuf Əliyevdən geriyə Həşim Şahsı Ordu klubunda ola bilər. Müdaxilə kritik və dəqiqdir. Yanmıramsa Fuad Əlili idi. İkinci zərbəsi Ordu. Qocayevdə qalır top. Yusuf Əliyev. Məhəmməd Kazım Yusubov topladı. Yusubovdan sağ çılaqdan. Əli Əbdülevliyev uzaqdan sərt zərbə cəhdi. Yenə blok var. Out. Yusuf Əliyev və sol ayaqla yoxlayır və iki cəhətdə top qal kimədə qaldı. Ordu klubunda isə baş məşqçi postunda o da hamımızın yaxşı tanıdığı Suat Seyidovdur. Yusubovdan ötürmə çatdı imana zərbə və gol! Açıldı hesab. 1-0 Mübariz Futbol Klubu və möhtəşəm gol celebration'a. Finalda hesabda öne keçən tərəf Mübariz Klubu'da. Bu çok büyük motivasiyadır Mübariz üçün. Standarttan birbaşa çərçivəyə və top baklarımıza geçti. Hesab hal-hazırda 1-0 Mübariz Futbol Akademiyasının xeyrinə. Hücum əmləsi Ordu klubundan. Ötürmə də verildi. Alçaq zərbə idi. Qapı boş və hesab bərabərləşdi. Direkdən qaydan topa dəqiq zərbə ilə tamamlayır Ordu klubunun oyuncusu. Boş kalan qapını dəqiq nişan aldılar. 1-1. 5-ci dəqiqə hesab bərabərləşir. Yarım finalda Vətən 21 komandasını Mübariz 5 şanssız topla məğlub etdi. Finalda ise hesab artık 1-1'dir. Əbdülevliyevdən ötürməm. Zərbə qaş götürmədən sonra top qal kiverdə qalır.
Out. Mübariz. Abdülaliyev. Abdülaliyev topa kazandı. Yusumov topladı. Mehmet Kazım Yusumov çarpasa yakın şansını ve gol gibi yumrukladı. Kaydı top. Gol! 2-1. Hüseyin Semedov. Hüseyin Semedov dubule resimleştirir karşılaşmada. Son 2 maçta 3. goluna imza atır Hüseyin Semedov. Bu karşılaşmada artık dubul edip özde final karşılaşmasında bir gol. Yine mübariz hesapta önde. Çobodoy'un çerme zərbesi. Ordu komandasının kapitanı zedelenip çarpma zərbesi yeni etileceği ordu. Elik salam yani yeni gelenler hoş geldiniz canlı yayınımızı maksimum beğenirik. Zərbe yerine getirildi ve topada. Standart vəziyyətdən bir dəfə ordu klubu fərqlənir. Hesab 2-2. Abdülaliyev. Şiberde kalır top. Ömer Kocaev. Fuat Eleli. Yusumova top çatmadı. Buna bakmayaraq alt mübariz. Ali Abdülaliyev. Geriye Ömer Kocaev. Out. Ordu. Kocaev'de kalır top. Ömer Kocaev. Çabadan qeydə alınır. Yusumova karşı çərmə zərbəsi mübariz. Topun arkasında ise hamımızın standart vəziyyətlərdən adını diller ezberi bildiğimiz Ali Abdüləliyev'dir. Ondan bu mesafeden gol gözlemək olar. Haydi Ali. Kapıya doğru ve kapıdan bu defa xeyli aralı keçdi. Varlı keçən qarşılaşmada isə digər yaş qrupu üzrə Mübariz Futbol Klubu vətəni də məğlub etdi və adını onlar da finala yazdırmış oldu. Daha bir xoş xəbər az öncə aldıq. Mübarizin 2 finalını birdən izləyəcəyik. İndi Ali Abdülaliyev topladı. Out. Mübariz. Yox, hələ finalı dəqiqləşməyib. Sadəcə goalkeeper save etmişdim. Diğer paralel karşılaşmadan. Ama yekide finala yakınlaşırlar. Eğer öyle olsa Mübariz Klubu 2 yaş grubu üzrə tarih yazmış olacak. Top Ordu Klubu'nda. Çobodoy'un çərmə zərbəsi. Fuat Eleli. Ötürme girdik. Out. Ordu. Yayınımızı beğenin dostlar. Canlı yayınımızı maksimum beğenin ve paylaşın bu yayını herkes izlesin. Mübariz Klubu yönetildi. Kalçıverde kalır top.
Artıq məlumat dəqiqləşdi. Mübariz Futbol Klubu digər yaş qrupu üzrə adını finala yazdırdı. Burada isə final mərhələsidir. Mübarizin daha bir finala. Üçün zərbəsi Mübariz. Rəqibini deyəsən penaltilər seriyasına məğlub etdi. Digər yaş qrupu üzrə Mübariz Klubu. Hələ Abdüləliyev. Yusumov, Mehmet Kasım Yusumov və qaçdı bu şans. Qocayev, onu qarşı təhlükəli oyun və faul. Yusuf Əliyev əsəblərini cavabaya bilmədi. Hakim Ələkim şifahi xəbərdarlıqla yekunlaşdı. Out, Ordu. Hələ Abdüləliyev. Hələm. Sən adamdan ötürmə, Məhməd Yazıda gol, 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 gol! Mehrac Ağayev idi bu. Mehrac Ağayevin qolu divar ötürməsinin necə möhtəşəm alanda yeni hesabda öndədir. Maçın əvvəlindən bu yana rəqibini önə buraxmır. Mübariz Futbol Akademiyası 3-2. Mehrac. Çatma mümkün olmadı. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Ömer Qocayev. Hələ Abdüləliyev. Geriyə Fuad Əliyev. Ötürmə sağ çata. Mehrac Ağayeva çatdı top. Mehrac nə edəcək? Uzaqdan özü yoxlayır və düz qalkiverin üzərinə. Növbəti alt, Ordu. Cavab versən və yaxşı qurtardı hər şey. Mehrac Ağayev. Sadaxana şüməsi ondan yerdə qalan oyuncu var. Yusuf Əliyev yerdə qalıb. Epizodda ona qarşı qayda pozisyon yoxdur dedi oyunun baş hakimi. Qocayev. Yusuf Əliyev. O nəzarəti altında top meydançalarına tərk edir. Fuad Əliyev. Hələ Abdüləliyev. Qahter Hakim. Kaptan qismində çıxış edir meydanda. Hələ Abdüləliyev hakim ona şifahi xəbərdarlıq etdi. Növbəti alt, Ordu. Semenov. Çin zərbəsi. Mübariz. Out. Fuad Əliyev. Əliyev özü yoxlayır.
Dokuzluğun yanından top meydançanı terk etti. Merac Əlevdələliyev oynuyor. Mərkəzdən yoxlayır şansını ve gol gibi yumrukladı. Kıydı top ve hakim oyunu saklıyor. Sarı verəqə Mübariz Futbol Klubunun kapitana Əlevdələliyevə təqdim olundu. Yəqin ki etirazlara görə. Listenin tel yarısı artık arkada kalıp. YouTube ve TikTok canlı yayınımızı beğenmeye devam ederiz. İkisinde de. Meydanda TV. Nöbeti gün zərbəsi. Merac Ağayev. Ağayev yoxlayır. Toxunuşlar ve out. Mübariz. Əlevdələliyevə. Qaşlavlar. Köyün kətəsində qaldı. 77 nömrəli oyuncu və növbəti sarı. Deyəsən Yusuf Əliyevə təqdim olundu. İki sarı vərəqəli oyuncular Yusuf Əliyev və Əlevdələliyev. Diqqətli olmalıdır. Hər ikisi çox lazımlı oyunculardır. Zərbə canlı səhvdən qayıtdı təkər epizod. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Son 10 dəqiqə. Son 1 dəqiqə. Son 1 dəqiqə. En az vaxt var. Kompensasiya olaraq 1 dəqiqədə artırılmanı nəzərə alsaq 12 dəqiqə mübarizə qalıb. Hələ ki hesab Ordu 2, Mübariz Futbol Akademiyası 3. Fuad Əliyev. Sensi Mədov. Daxil etdilər. Əlili ilə topa qaytarır. Əlevdələliyev. Yusuf Əliyev. Riskli zonada. Sensi Mədov. Out. Mübariz. Yusuf Əliyev. Merac. Qalkverdə qalır top. Ömer Qocayev. Yeniden topu Ordu klubunda. Out. Ordu. Həfiz etməleridir Suat Seyidov. Təcrübəli baş məşqçi Suat Seyidov növbəti əmrlərinidir. Qalkverdə qalır top. Daha bir alt mübariz.
Miraç. Bitirmeye bana çalmadı. Daha bir out. Orada. Arzu ikinci out'u yönetilir Ordu klubu. Kapıdan zərbələ top oyna. Daxil ediləcək. Ömer. Hələ Abdüləliyəm. Yusuf. Qoca imzalaşdırır. Yusuf Əliyev. Miraç. Abdüləliyəm. Riske getmədi və topu meydana çıxartdı. Out. Ordu. Miraç. Miraç. Miraç Ağayev. Out Mübariz. Başla zərbə və öncə qalq gibi. Ardından Kapitine kaydan top isə fərqli şəkildə girdik zərbə ilə tamamlandı. Son zərbə ilə Abdüləliyevdən gəlmişdi. Mehmet out. Ordu. Maçın isə son 7 dəqiqəsi. Şampiyonluqdan mübarizə cəmi 7 dəqiqə ayırır. Məhəmməd Kazım Yusufovdan ötürmə. Qalkiverdə qaldı top. Ömer Qocayev topu oyuna daxil etməlidir. Eliliylə. Yine kapıdan zərbə ilə topu oyuna daxil edilir. Yusufov. Geriye kaldı zərbə. Çabuk oyun çərmə zərbəsi. Ömer Qocayev qaytardı iş epizodu boşda qalan top və Fuad Əliyev. 100% gol imkanının qarşısını aldılar. Out Ordu. Yine elinden qaçırır Qocayev. Bu mövqedə belə zarafatlar olmaz, qətiyyən olmaz. Həm də belə bir məqamdan sonra cəmi 6 dəqiqədən az vaxt qalıb. Out. Ordu. Evet, alt yine orada. Miraç Ağayev. Şu an çətəsindən çıxdı. Üçüncü açılanda sırlı zərbə indirmək lazımdır və blok var. Sonda isə top Qalkiverdə. Yine out Ordu. Son 4 dəqiqəyə daxil oluruq. Daha bir out Ordu. Başla zərbə və gol. Top orada. Ordu sona 4 dəqiqə almış. Hesab beraberləşdirir. 3-3.
mərkəzdən topu daxil edilməlidir. Kalkiver topu daxil edəcək. Miraç. Mehmet Kasım Yusubov. Daha önce qayda pozulur və cərmə zərbəsi. Miraç Ağayev zədələnib. Canlı sətdən yenə Yusubov Kalkiver topu daxil edir. Mehmet out Mübariz. Boşta qalan top və gol! Avtogol qeydə alınır qarşılaşmada. Sonra 2 dəqiqədən az bir vaxt qalmış. Mübariz hesabda önə keçir və burada Miraç Ağayev də sarı vərəqələ cəzalandırıldı. Birinci gol sevincinə görə tam müdafiə futbolu göstərəcək bu dəqiqələrdə. Yəqin ki, Mübariz hesabı qoruyub saxlamaq üçün. Ama yox, ön xəttə pressingi, təzyiqi artırırlar. Gözəl müdafiə ilə hücumdur. Bu amillə yanaşır Mübariz Futbol Akademiyası. Out, orada. Sonuncu dəqiqə. Uzaqdan zərbə və top qapının üstünə geçdi. Maçda sonuncu dəqiqə oynanılır. Abdülaliyev. Babovsev. Yaxşı qurtardı. İkinciden zərbə. Bu risk nəyə lazım idi? Sadəcə topu meydana çarpmağa kifayət idi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Cərmə zərbəsi. Kalkiver daxil, hər kəs. Hücuma atılacaq Ordu klubunda. Hesabsa 4-3. Sonuncu hücum şansı. Bununla da maçı bitirə bilər. Oyunun baş hakimi. Məsafə xeyli uzaq. Möcüzəyə qalıb artıq bu zərbə. Əgər orada hesabı bərabərləşdirə bilsə, bu son hücumda maç penaltilərə gedə bilər. Birbaşa çərçivəyə və Qocayev qaydan top. Qaydan topda isə Abdülaliyev top meydana çıxartdı və maç başa çatdı. Mübariz Futbol Akademiyası 2013 təvəllüdləri şampiyon olur. Yekun nəticə Mübariz Futbol Akademiyası 4, Ordu 3.
bu çetin karşılaşmanın bir galibi olmalıydı. O da Mübariz komandası oldu. Hər iki tərəfi möhtəşəm oyuna görə təbrik edirik. Yeniden yerimize görüşene dek hələlik.